Hakkında danışacağım sənətkar Azərbaycanın məşhur kino operatoru, senarist, əməkdar incəsənət xadimi Əskər İsmailov haqqında danışacağım. Əskər Cəfər oğlu İsmailov 1904-cü ildə Tiflisdə anadan olub. 5 qardaş, 2 bacı olublar. Böyük qardaşı İsmail İsmailov hətta Mustafa Kemal Atatürklə də görüşüb. Əskər İsmailov Moskva Kinematografçılar İnstitutunu bitirib. Əskər İsmailov institutu bitirəndən sonra çoxdan arzusunda olduğu diplomu alandan sonra Bakıya qayıdır və Azərkino studiyasında fəaliyyətə başlayır. Kino operatorun kinoda ilk işi 1936-cı ildə Almaz filmi idi. Film hazır olandan sonra Əskər İsmailov Komünist qəzetində məqalə dərc etdirir. Məqalədə deyilirdi: film hazırdır. Azərkinonun işçiləri öz sevimli yoldaşları və dostları olan Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər. Mən bir neçə kəlmə Almaz filmi haqqında danışmaq istəyirəm. Almaz filmini Cəfər Cabbarlı özü çəkməli idi. Hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin 1934-cü ildə gözlənilmədən dünyasını dəyişir və bu işini yarımçıq qoyur. Filmi 1936-cı ildə kino rejissor Ağarza Quliyev tamamlayır. Almaz filminin senarisi və əsərin müəllifi Cəfər Cabbarlı idi. Almaz Azərbaycan kinosunun sonuncu səssiz filmi idi. Filmdə aktyorlar danışmırlar. Diyaloglar, yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir. Hər bir aktyorun xarici görünüşündə, mimikasında ən vacib cəhətləri görmək, sonra öz baxışlarını, gördüklərini tamaşaçıya çatdırmaq lazım idi. Ağ-qara kinoda çox məsələ operatorun işıqla işləmək bacarığından asılı idi. Əskər İsmailov Səbuhi və Səhər filmlərində ikinci operator kimi işləmişdir. Hər hansı bir filmə baxarkən kinolentin necə çəkildiyinə çox az adam diqqət yetirir. Operatorların adları nadir hallarda tamaşaçıya nəsə deyir. Amma rejissor üçün yaradıcı təvəkkürə malik işıq və kölgə sənətini başa düşən yaxşı operator tapmaq rejissorun işin yarısı deməkdir. Əskər İsmailov Azərbaycan kinosunun ən güclü operatorlarından biri olub. 2006-cı il aprelin 12-sində Azərbaycan Kinematografçılar İttifaqında kino operator Əskər İsmailovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Əskər İsmailovun filmoqrafiyasına gəldikdə isə çoxdur. Onun çəkdiyi həm qısa metrajlı, həm də tam metrajlı, sənədli filmləri çoxdur və mən bir neçəsinin adını çəkmək istəyirəm. 1936-cı ildə Almaz, 1942-ci ildə qısa metrajlı Bəxtiyar, 1955-ci ildə Bəxtiyar filmi, 1958-ci ildə Kölgələr sürünür, 1956-cı ildə Qara daşlar, 1960-cı ildə Qəribə əhvalat və 1963-cü ildə Axırıncı
namaz kimi bədii filmlərini lentə almışdır. Əskər İsmayılovun həyat yoldaşı xanım İsmayılova 1906-cı il aprelin 1-də Bakıda anadan olub. Onların 2 qızı olub. Böyük qızı artıq dünyasını dəyişib və digər qızı Dilarə xanım hal-hazırda sağdır. Onun 82 yaşı var. Dilarə xanım 50 il Əlyazmalar İnstitutunda çalışıb. Mən Dilarə xanımla görüşdüm. Atası Əskər İsmayılov haqqında çox maraqlı məlumatlar verdi mənə. Həm də öz xatirələrini mənimlə bölüşdü. Əskər İsmayılovun həyat yoldaşı xanım İsmayılova 1 aprel 1906-cı ildə dünyaya gəlib və Əskər İsmayılov da 1904-cü il aprelin 1-də anadan olub. Kinooperator 1983-cü ildə dünyasını dəyişib və Qurd Qapısı məzarlığında dəfn olunub. Buranı ziyarət edirlər. Mən artıq bura 2-ci dəfədir gəlirəm və gəlmişkən də kinooperatorumuzun məzarının ətrafını yuyub təmizləyəcəm. Qısa olsa da Azərbaycanın ən məşhur kinooperatorlarından olan Əskər İsmayılovun məzarının ətrafını yudum, təmizlədim və bildiklərimi də sizinlə bölüşdüm. Azərbaycan kinosunda Əskər İsmayılovu görməsək də, amma filmin titrlərində onun adı yazılır. Çünki Əskər İsmayılovun lentə aldığı filmlərə bugün də biz tamaşaçılar sevə-sevə baxırıq. Bu videonu da qısa olsa da çəkdim ki, heç olmasa indiki gənc kinooperatorlar bilsin ki, Azərbaycanın ən məşhur kinooperatoru Əskər İsmayılov var. Onun çəkdiyi filmlərə biz bugün də sevə-sevə izləyirik. Məzarının ətrafını bacardığım qədər yudum, təmizlədim, suda tökdüm, onların ruhu şad olsun. Belə, bu qədər. Allah kinooperatorumuz Əskər İsmayılova və onun həyat yoldaşı xanım İsmayılovaya rəhmət eləsin. Ruhları şad olsun.